proqramının haqqında mən artıq bir neçə video çəkmişəm. Hal-hazırda xırda bir demo göstərmək istəyirəm. Deməli, bizim burada bir hekayəmiz var. Hekayələrində cümlələri və hal-hazırda bu cümləni analiz edirik. 12-ci cümləni analiz edirik. Burada belə bir cümlə var. Heute hängen die Tüten in manchen Orten sogar an richtigen Bäumen. Bu cümləni əvvəlcə belə oxuyuram və şəkillərlə, emojilərlə görürəm sözləri. Hansısa sözü başa düşə bilməyəndə üzərinə klikləyirəm və şəkillə bunun izahatına baxıram. Burada maraqlı bir şəkil düzəldib, bilmirəm niyə belə düzəldib. Bu manchen sözünü belə ifadə edib. Açdım, gördüm və cümləni başa düşdüm. Daha sonra reader hissəmiz var. Reader hissədə buna klikləyirsiniz və həmin bu cümləni söz-bə-söz oxuyursunuz. Bunun çox böyük effekti var, izah edəcəm niyə. Söz-bə-söz necə bax? Heute hängen Gedir belə öz üçün. die. Bunun çox böyük effekti var, nətəri? Siz bu cümləni, məsəl üçün, belə düzünü oxuyub başa düşə də bilərsiniz, nə bilim, az mənimsəyə də bilərsiniz və s. Amma siz sadəcə o sözləri ard-arda gəldikcə oxuyursunuz, 1, 2, 3, 4, artıq bir yerdən sonra bu sözlər hamısı yerbəyer olmağa başlayır, yəni oturuşur. Başa düşürsən ki, hansı söz hansından sonra gəlir və sözlər birlikdə hansı cümləni ifadə edir. Bu oturuşur. Aşağıda zaten cümlə var. Die. Amma mən bura baxmıram da. Mən ancaq bura baxıram. Və bu dedikcə o sözü təkrarlayıram. Məsəl üçün di dedi, mən də dedim. Die. Di. Tüten. Tüten. In. Manchen. Manchen. O deyir, mən deyirəm. O deyir, mən deyirəm. Və bir yerdən sonra bilirsiniz nə olur? In. Mən deyirəm, mən deyəndən sonra o deyir. Yəni ki, onu qabaqlayıram da. Çünki ucu bilirəm ki, hansı sözdən sonra nə gəlir. Məsələn, in, ucu deyirəm manchen. In. Manchen. Orten. Kimi? Beləliklə, mən bu cümlənin deməli quruluşunu başa düşdüm. Başa düşdüm ki, nədən sonra gəlir və s. Super, bunu anladıq. Keçirəm next deyirəm. Next deyəndə burada shadowing gəlir. Shadowing nədir? Bir alman kimi tələffüz edə bilmək üçün. Bu sadəcə alman dili üçün deyil bu arada. Burada native və öyrənmək, yəni öz dilin və öyrənmək istəyən dili seçirsən. Burada bir alman kimi tələffüz edəcəyimdir. Baxaq. Heute hängen die Tüten in manchen Orten sogar an richtigen Bäumen. Bunu dedimə. Tuta bilmədim tutacaq. Burada loop var. Loop'a basırsan. Heute hängen die Tüten in manchen Orten sogar an richtigen Bäumen. İndi bununla bir yerdə gedəcəm. Heute hängen die Tüten in manchen Orten sogar an richtigen Bäumen. Getdik. Heute hängen die Tüten in manchen Orten sogar an richtigen Bäumen. Bir daha. Heute hängen die Tüten in manchen Orten sogar an richtigen Bäumen. Heute hängen die Tüten in manchen Orten sogar an richtigen Bäumen. Confidence əldə elədin ki, yəni da mən tam başa düşdüm. Tam onun dediyi kimi deyə bilirəm və dediyim şeyin nə olduğunu anlayaraq deyirəm. Confidence bastıq. Gəldik puzzle-a. Cümlə quruluşunu zaten burada öyrənmişdin. Shadowing burada elədim. Puzzle-da artıq çox rahat olasıdır da. Yəni başa düşərsən ki, nədən sonra gəlir. Məsələn, heute hängen, mən artıq əzbərdən bilirəm, çünki videodan öncə deyirəmişəm. Hängen die Tüten in manchen Orten sogar an richtigen Bäumen. Baxın, sözlər ki, tələffüzünü öyrənirsən. İstər-istəməz elə birinci ağızdan öyrənirsən də, nətər deyim, ilk ağızdan öyrənirsən bu sözlərin tələffüzünü. Bir kitabdan və ya bir dictionary-dən falan öyrənəsi olsan, anormal öyrənirsən, elə anormal da gedir də, yəni o tələffüzü səhv öyrənir, səhv də gedir. İndi recall hissəsinə gəlirik. Recall hissədə bu sözlər düzülüb, amma sənə demir. Məsələn, mən bilirəm deyə gedim, tutaq ki, heute. Bu hängendir, düzdürmü? Amma məsələn, tutaq ki, unutmuşam. Bir dənə hərf alıram. Bir dənə də hərf alıram. Hə, tutaq ki, başa yadıma düşdü. Ha, hängen, super. Hängen. Heute hängen die
Tüten, Tüten. in. In. Mən deyəndə sonra basıram ha, basıb demirəm yəni ki, özüm bilirəm ki nədir. Sonra üstünə basım görüm düzümü bilirəm. Heute hängen die Tüten in manchen Manchen. Orten Orten. sogar An. richtigen Richtigen. Bäumen. Bäumen. Super. İndi match hissəsi gəlir. Match hissədə də sözləri tutuşdurursan. Orten bu ərazi anlamına gələn, Tüten bu torba, poşet anlamına gələn, hängen asılmaq anlamına gələn, Bäumen ağac, richtigen-dakı bizim bu həqiqi anlamında burada istifadə olunub. Bitdi mi? Bitdi. Super. Next-i basırsan, keçirsən növbəti cümləyə, analiz etməyə davam edirsən. Bir çox şey var. Bu bunlardan biridir. Mənə çox xoş gəlir bu. Həqiqətən xoş gəlir. Həqiqətən öyrədir. Yəni mümkün deyil də sənə bu 5 dənə, 6 dənə etabı eləyib deyəsən ki, yox qardaş, mən bu cümləni başa düşə bilmədim. Mümkün deyil də belə bir şey. Burada məsələn bilmədiyim sözlər var idi. Gəlirəm təzədən bir dənə bu kart hissəsinə. Burada məsələn bilmədiyim söz bir dənə manchen olmuşdu. Bunu save eləmişəm. Gəlirsən Saved Cards-a. Saved Cards-da oyunlar var. Bu oyunlardan ən çox sevdiyim bir guest image-dir. Bir də guest definition-dir. Denən niyə? Guest image-də sənə şəkil verir. Deyir ki, bu şəkil hansı söz uyğun gəlir. Və almanca verir. Yəni Azərbaycanca tərcüməsinə baxmırsan. Guest definition-da isə indi bir dənə məsələn başlayaq. Guest image. Bax. Bir dənə şəkil verəcək. O şəkil bunlardan biridir, amma bilmirik nədir. Ortada elə bil ki, biri var ki, söz verə sözü tərcümə edəsən. O klassik olandır da. Burada isə şəkil verir. Baxaq. Görək. Bu neynir? Zərif toxunuş var ortada. Yardımlaşma falan da ola bilər. Relax da ola bilər. Yəni bir çox şey ola bilər açığı da. Yəni fərahlıq var işin içində, belə bir yumuşaq bir toxunuş var, rahatlıq var. Emojiyə görə tuturam ki, sanfte olar deyə düşünürəm. Sanfte. Gentle anlamına gəlir, yəni mülayim, bəli, yəni okey. Sanfte. Düz. Və bu sanfte ilə bu artıq mənim beynimə oturdu da, yəni bu görüntü bu mənim beynimə oturdu. İndi davam edə bilərik, next-də davam edə bilərik, çıxıram oyundan. Gəlirim guest definition-a. Guest definition ümumiyyətlə super xoşuma gəlir. İndi baxacaq. Baxıyoruz. Qaranlıq bir yeri aydınlatmaq, Türkçə yazıb, qaranlıq bir yeri aydınlatmaq, bilgi və ya anlayış getirmək, gözləri və zihinləri açan bir durum. Burada birbaşa sözü vermir da. Burada elə bil ki, sənə izahat verir ki, bunu ifadə edən bir sözdür bu nədirsə. Burada erhəlte günəş düşməkdir. Erhəlte. Aydınlatmaqdır. Erhälte. Səy kimi. Erhəlte sözü Erhälte. düzdür, mən arxasına baxdım, cavab verdim, amma ilk elədiyim şey nədir? Emojiyə və sözə baxaraq və bunu ifadə edə biləcəyini təxmin edirəm. Tamam mı? Təxmin edirəm ki, budur. Sonra arxasına baxıram. Beləliklə bu söz beynimə oturur da, bu söz bu izahat ilə beynimə oturur. Biri var ki, kimsə sənə sözü birbaşa tərcüməsini deyə, bir də var ki, sənə izahatla izah edə. Bu tamamilə başqa cürə mənimsədilir sözü. Yəni mənimsəyirik sözü. Nəsə də bu kimi şeylər çoxdur. Burada da sizin indiyə kimi öyrəndiyiniz dərslər falan var. Burada in progress davam edir, mən də buna daxil oluram. Keçirəm növbəti sözə. Tamam. Bu qədər. Burada OpenAI key var. Öz OpenAI keyinizi əlavə edə bilərsiniz və onu istifadə edə bilərsiniz. Lakin OpenAI keyin baxıram, mən analiz edirəm. Buna balans yükləməlisiniz. Yəni normalda OpenAI keyi buradan götürürsünüz. Yəni bura daxil olursunuz, key götürürsünüz. Lakin zaten bura daxil olanda görəcəksiniz ki, ora balans əlavə etmək olur. Siz balans əlavə etmirsiniz də istifadə də edə bilmirsiniz. Yəni elə bilirsiniz ki, key bastın və salam da elə deyil də. Yəni key qoydun, keydə balans qoymalısan. Əlavə olaraq da key nədir, necə alınır, necə balans yüklənir bilmirsinizsə, buradan kredit əldə edə bilərsiniz. Mən
ya özünüz də müqayisə edə bilərsiniz. Kredit əldə etmək bundan qat-qat çox sərf edir. Yəni faktiki garanti nədir? Məsələn, sən buna verəcəksən 10 dollar. Deyəsən minimum 10 dollar verirsən də buna ekiyə. Burada isə 1 dollar da yox, 1 dollar 50 sentdən unutmuşam, rəqəmi unutmuşam. 2 dollar olmalıdır səhv etmirəmsə. O civarda bir şeydir. 2 dollara 500 kredit əldə edirsən, xeyli də aparacaq o səni. Yəni məndən demək, sizdən də öz məsləhətiniz özünüzdür. Baxın da, yəni kef eləyin.